Salam dostlar, bugün sizinle kart açma videosu çəkəcəyik. Kart açmını keçməmişdən öncə kanalıma abunə olub, videolarımı bəyənməyi unutmayın. İndi isə gəlin kart açmına keçək. Bugün 3 seriya fərqli kart açacağıq. Ən birinci, ikinci dəvrə sporcu maç başlıyor kartına baxırıq. Mən bir dənə aldım çünki yox idi başqa. Əslində hamısı bundan alacaqdım. İndi burada 2 ədəd kart var. Erling Haaland və Frank Ribery. Bu kartlarda oyunçunun mövqeyi burada, gücü burada, seriya nömrəsi burada, atakı defansı burada, sürəti, gücü burada, yaşı, boyu burada və dəyər burada yerləşir. Bu kartda da belədir, Frank Ribery kartında. Gəlin indi keçək UFC. Mənim UFC ilə marağım yoxdur. Ona görə içəridən çıxan kartları tanımaya bilərəm. Gəlin indi açılıma keçək. Hamısının arxasında Xəbib var. Yəqin ki, bəli. Gəlin baxaq. Tanımıram dediyim kimi. Tanımıram. Əgər tanıyanlarınız varsa yorumlara yazın. Bu Brentford'un sağ kanadı Mbeyama'ya oxşur. Mən ona çox oxşur. Hə, tanıyıram bunu. Conor McGregor. Tanımıram. Və Xəbib. İndi isə gəldik əsas məsələyə. Bu videonu çəkməyimin əsas məsələsi futbol ulduzları, böyük kartlar və məlumatlıdır. Deməli, içində 32 kart var. Oxu nəşrləri çıxardı. Arxasında isə digər nəşrlər və 5 manatdır. Yəni, abunə olun. Bu videonun pulunu çıxardım. Çünki 5 manat 32-dən kart da vermiş. Gəlin də açaq, içindəki kartlara baxaq. Hamısına baxaq, sonra məlumatlarına baxarıq. Uydu. Bir dəqiqə. Xeyli var imiş. Gəlin də bunları düzəldək. Baxaq görək hansıları tanıyacağıq. Gəl. Edin Dzeko. Hə, burada bir adı, bir şəkli və ölkəsi yerləşir. Hə, arxasında belə məlumat və bu şəkil xoşuma gəldi. Belə yerləşir. Əgər istəsəz bunu yorumlara yazarsınız. Əgər hər bir videoda həmin futbolçunun məlumatına baxmağımı istəyirsinizsə yorumlara yazarsınız. Burada Lamine Yamal, Kylian Mbappé Real forması ilə. Gəlin formalara görə ayıraq. Ya da yox, onu bir videoda ayırarıq. İndi lazım deyil. Sergio Ramos, Julian Alvarez. Amma arxasındakı şəkilləri göstərəcəm. Muhammed Salah, Erling Braut Haaland. Braut, onu bilmirdim. Erling Braut Haaland bilirdim. Bunun da arxasında şəkil belə. Gəldi Arda Gülə. Ancelotti'nin ən zəhləm gedən futbolçusudur yəqin ki. Arxasında Türkiyə forması Euro 2008 bu qəşi. Euro 2028 nədir? Euro 2024 düz istəyirəm. Bu da Jude Bellingham. Arxada yenə Jude Bellingham. Fernando Muslera. Belə. Bu qədər parıldayır bu arada. Galatasarayın əfsanəsi olacaq. Heyf ki gedir. Keşke getməz. Burada Harry Kane. Burada Jamal Musiala Almanya forması qoyub. Burada İngiltərə. Çox adam deyə bilər ki, bu səhv kartdır. Amma əslində düzdür. Jamal Musiala bir müddət İngiltərədə oynayıb. Əslən o İngiltərəlidir. Bunun da arxasında Bavariya forması var. Marcus Rashford harasa baxır. Arxasında yenə Manchester United. Ricardo Quaresma. Beşiktaşlıların sevimlisi. Trivela. Bu məlumatını oxuyacağım. Ricardo Quaresma 26 noyabr 1983-cü ildə Portuqaliyanın Lisbon şəhərində doğulmuşdur. Bir futbolcudur. O, Trivela adlanan unikal zərbəsi ilə məşhurdur. Hə, Trivela. Trivela mənim ən xoşuma gələn vuruşdu futbolda. Quaresma Sporting Lisbon'da karyerasına başlayıb və burada özünü futbol dünyasına tanıtmışdı. Sonra Barcelona, Porto, Inter Milan, Chelsea, Beşiktaş. Buna görə bir paltar geyinib, sonra soyunub, təzədən geyinib. Belə rahat karyer olur. Yəqin ki, hamısında 3-5 yıl zad oynayıb. 5 yıl çoxdur, elə 1 yıl zad.
oynayıb. Portuqaliya milli komandasında 80 oyun keçirib. 10 qol vurub 80 oyun. Yəqin ki Ronaldo ondan çox keçirdi. 80 oyun keçirib. Ronaldo demişəm, burada Ronaldo var imiş. 10 qol vurub. 2016-cı ildə Avropa çempionu olub. Karyerası boyunca texnikası ilə tanınır. Onun karyerası boyunca qazandığı titul və mükafatlar onu futbol tarixindəki unudulmaz simalardan birinə çevirmişdir. Keşke son illərini Beşiktaşda oynasaydı, amma heyif. Gəldik dünyanın ən yaxşı ikinci futbolçusuna, Cristiano Ronaldo'ya. Əlinə keşke Real forması qoysaydılar. Özləri yalan çəhrayı forması ilə. Burada da 2010 şəkli var. Bunu oxumaq lazım deyil. Ən böyük gələndə onu oxuyarıq. Bruno Fernandes. Heç sevmirəm. Yenə arxasında topa vurur. Sən topa vurmasan da olur. Burada Mauro Icardi yerləşir. Icardi Galatasaraylıların sevimlisi. Mənim çox xoşuma gəlmir. Arxasında yenə Icardi. Bunun pozu qəşəngdir. Rodrigo Hernandez. Ronaldo Rodri deyil. Bilməm, bəlkə də düzdür. Bunun arxası da bu şəkildədir. Gavi. Belə, arxası belə. Nə? Tam adı nədir? Gavi tam adı Pablo Martin Paez Gavira. Elə bil Koroğlu dastanıdır. Ona addı Gavi. Burada Toni Kroos yerləşir. 4 yanvar. Futbol bıraxdı. Yenə Toni Kroos. Bunu bəlkə bir nəfərə hədiyyə verdim. Bunu arxada qoyum. Luka Modric. Sənə görə Ardan oynatmırlar. Arxasında Real formalı Hakan Çalhanoğlu burada. 10 numara hər yerdə. Yəni Hakan Çalhanoğlu. Arxasında siz deyin Türkiyə forması var. 10 nömrə. Bu səhv eləmirəmsə 2022 Dünya Kuboku ələmələridir deyəsən. Burada Phil Foden. 47 deyilənə görə 47. Babası 47 yaşında vəfat etdiyi üçün deyirlər. Əgər düzdürsə yorumlara yazarsınız. Və videoları bəyənib kanalıma abunə olmağı unutmayın. Sizə yenidən xatırlatmam. Belə Van Dijk. Daha sonra isə arxası bu şəkildədir. Robert Lewandowski yerləşir daha sonra. Bunun da arxası bu şəkildədir. Keşke bu şəkili bura vursaydılar. Çünki belə bu çox, necə deyim sizə, suni görünür. Aşraf Hakimi. Video biraz uzun oldu deyəsən. Ən uzun videom bu olacaq. Aşraf Hakimi. Kevin De Bruyne. Luis Suarez. Neymar Junior. Eden Hazard. Karim Benzema və dünyanın ən yaxşı futbolcusu Lionel Messi. Sizə Ronaldo'nun kartını göstərəndə dedim ki, ən böyüyü gələndə oxuyacağam. İndi gəlin Messi'ninkini oxuyaq. Lionel Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan oldu. O futbol tarixində ən böyük oyunculardan biri hesab edilir. Karyerasında Barcelona'da başlayan Messi burada 778 oyunda 672 qol vuraraq klub ən məhsuldar oyuncusuna çevrildi. Əgər indi kəsirəm, üzr istəyirəm. Arxa planda səs gəlirsə, bu səsi kəsə bilməyəcəm. Evimiz yolun kənarında yerləşdiyinə görə motosiklet səsi gələ bilər və ya maşın. Buna görə indidən üzr istəyirəm. Klub tarixinin ən məhsuldar oyuncusuna çevrilib. 2021-ci ildə PSG-yə transfer oldu və 2023-cü ildə ABŞ-ın Inter Miami klubunda oynayır. Messi 8 dəfə qızıl top mükafatını qazanaraq bu sahədə rekorda imza atıb. O həmçinin 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionatı qazandı. 2012-ci ildə bir ildə vurduğu 91 qolla dünya rekordunu imza atdı. Şəxsi həyatında 2017-ci ildə Antenolo Roccuzzo ilə evlənib və üç oğlu var. Thiago, Matteo və Ciro. Bugünkü videomuz bu qədər. Digər videolara qədər özünüzə yaxşı baxıb, videolara like atmağı və abunə olmağı unutmayın. Sağ olun. Bugünkü videomuz bu qədər.